Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli ma ba'd. Əmin cüzmə Surəsi Allah subhanahu wa ta'ala onun nəsiyyət etdiyi kimi, daha doğrusu onun əmr etdiyi kimi Allah'tan qorxmağa nəsiyyət edir. Çünki təqva, Allah'tan qorxmaq yalnız Allah subhanahu wa ta'alanın öyrətdiyi kimi fayda verir. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurduğu kimi Əd-dinu ən-nusuh və əd-dinu ən-nəsihə. Din nəsihətdir. Din nə vaxt nəsihət olur? Nəsihət o zamanki dinə müvafiq olduğu təqdirdə və həmçinin də Allah subhanahu wa ta'adan qorxmaq da o zaman fayda verir ki və o zaman o təqvadan sayılır ki o Allah subhanahu wa ta'alanı öz Rasuluna və Rasulunun ümmətinə öyrətdiyi kimi olsun. Və sadəcə olaraq bugünkü gün toxunmaq istədiyim bir məsələ var. O məsələdə ki bəzi qardaşlar şikayət edirlər ki elmimiz azdır. Allah subhanahu wa ta'alaya elmdən düzgün ibadət edilmirik. Elm tələb etmək gücümüz, qüdrətimiz azdır. Və bu haqda bəzi sələfdən dəlillər toplamışam. O da əməldir. İnsana fayda verən, elm necə fayda verirsə və ona elmdən sonra elmin özü qədər fayda verən əməl. Çünki əməl olmadığı təqdirdə elmin faydası yoxdur. Və sələfdə olan bəzi əsərləri dinlədiyimiz zaman biz görəcəyik ki, başqa düşəcəyik ki, həqiqətən kimlər ki, deyirsə ki, elm almağa, elm tələb etməyə gücümüz, qüdrətimiz yoxdur. Artıq orada bəyan olacaq ki, bilinəcək ki, insanın əməl etməsi elə onun artıq elm tələb etməsi üçün bir vasilədir. Necə ki, burada bəzi sələfdən gələn sözlərdə fikir verəcəksiniz. Və ki, dünya da belədir. Qazanmaq istəyən məsələ necə olmalıdır? İşləmək. İşləməyən qazana bilər. Xeyr. Və həmçində elm belədir. Hamı, hər kəs özünü Rəbbinə yaxınlaşdıracaq qədər elmi bilir. Hər kəs bilir namaz qılmalı, oruç tutmalı, səcdələrin ona verdiyi faydaları və s. Və bunlar hamısı əməldir. Bu əməllər sabit olduğu təqdirdə insan Rəbbinə daha yaxınlaşar, bunu yazmalıdır. Və Xatib Əl-Bəğdadi rahimehullah buyurur ki, mal-mülk xərclənmədiyi halda fayda vermədiyi kimi, mal-mülk xərclənmədiyi halda fayda vermədiyi kimi, elmdə əməl olduğu təqdirdə, əməl olunmadığı təqdirdə fayda verməz. Hətta bu dünyanın məsələdir. Hətta bu dünya belədir. Ticarət davam etmədikcə fayda vermədiyi kimi və öyrənilən elmə əməl olunmadıqca da fayda verməyəcək. Hələ bu dünyadır. Bəşərlə bəşərin arası, iki məxluqun arası. Əgər bu iki məxluqun arasıdırsa, əgər bu iki bəşərin bir-biri ilə olan arasındakı müamiləsidirsə, bəs necə ola bilər ki, insanın öz Rəbbi ilə onun arasında müamilə? Necə ola bilər ki, o Rəbbinin ona öyrətdiyi elmi əməl etməsin və onun elmi artsın? Və Muaz radiyallahu anh buyurur ki, istədiyinizi əməl edin. İstədiyiniz qədər əməl edin. Allah subhanahu wa ta'ala sizi müvəffəq, Allah ta'ala sizə o etdiyiniz əməllərdən fayda verməyəcək, hətta o zamana qədər ki, o öyrəndiklər bizlə əməl etməyənə qədər. Oxu, öyrən, əzbərlə. Məgər elm təkcə əzbərləməkdən, oxumaqdan ibarətdir. Cavab xeyr. O zamana qədər ki, o öyrənilən elmə əməl olunmadığı təqdirdə, elm yalnızca ona olunan əməllə fayda verir. Əbu Dərdə radiyallahu rahimehullah buyurur ki, bir kişi, yəni elm öyrənən, Rəbbinin ona qoyduğu hüdudları, yəni ki, halalları və haramları öyrənən alim sayılmaz, yəni bilən sayılmaz o zamana qədər ki, o öyrəndiklərini əməl etməyincə.
Çünki əslən insanın bildiklərini əməl etməməsi nəyin sifətidir? Münafiqlərin sifətindən idi. Məgər münafiqlər bilmirdilər. Ona görə onlar sübhə gəlmirdilər, sübh namazına gəlmirdilər. Çünki işıq yox idi. İşıq yox idi. Gəlmirdilər məsələ. İşığa gəlmirdilər. Hansı namazlara gəlirdilər? Çünki orta namazlara gəlirdilər. İşıq olmayan niyə gəlmirdilər? Çünki zaten onlarda olan əməl, elm daha doğrusu istəyirəm. Onlarda olan elm əmələ aparan bir şey deyildi. Onlarda olan elm onlara əməl gətirmədi. Əməl gətirmədiyinə görə də onlar sübh namazı üçün maraqsız oldu. Çünki işıq yoxdur. Hətta baxsaz bəzi sahabələrdə sübh namazı olurlar. Çünki işıq yoxdur, görünmür. Süfyan ibn Uyeyna rahimehullah'ın qardaşlar bu iki sözünə diqqət edin. Süfyan ibn Uyeyna rahimehullah buyurur ki, elmin üstünlüyü, elmin dərəcəsi ona olan yalnız əməllə bir yerdə bilinə bilər. Ona olan yalnız əməllə ucala bilər. Zaten əməlin olmadığı təqdirdə o elm görünə bilməz. Elm qəlbdədir. Elm saç deyil, saqqal deyil, paltar deyil, axı o görünsün. Nə zaman görünə bilər? Yalnız o qəlbdə olan o nur, qəlbdə olan o kəlam, yalnız insanın zahirə çıxdığı zaman. Əgər o zahirə çıxmasa, niyyət kimidir? Elm niyyət kimidir. Necə zahirə çıxa bilər? Necə görünə bilər? Əgər o zahirə çıxmasa. Bundan sonra şeyh buyurur ki, İmam Süfyan ibn Uyeyna rahimehullah buyurur ki, mən o zaman insanların ən üstünüm. İnsanların ən üstündür. İman təbii ki, iman baxımından, Rəbbinə yaxınlaşmaq baxımından üstün olardım ki, bildiklərimi əməl edərdim. O zaman ki, bildiklərimi əməl edərdim, artıq özüm bilərdim ki, insanların için nəyə xeyr əhli? Başqaları yox. Xeyr əhlinin içində özümü üstün görərdim. Və o zaman ki, bildiklərimi əməl etməzdim, o zaman da insanların ən cahil olardı. Yəni, buradan əlavə fayda olaraq qardaşlarına çıxartmaq istəyirəm ki, bura sələfin təvazükarlığındandır. Sözün ilk başlanğıcında olanlar bəlkə fikirləşsin ki, Süfyan ibn Uyeyna rahimehullah böyük alimlərdən idi. O məgər özlərini tərifləri, xeyr. Sözün davamında nə dedi? Sözünün davamında da buyurdu ki, əgər o bildiklərimə əməl etməsəydim insanların ən cahili olardı. Nəyə görə qardaş ən cahili? Məgər o elm, öyrəndiyin elm, eşitdiyin haqq, əgər əməl etmək üçün deyildirsə, onda o nə üçün eşidilirdi? Nəyə görə? Əgər orada əməl yox idisə, yəni sözlər toplumsuydu, yoxsa kimlərsə desin, yoxsa cəmaat gedir, mən getməsəm deyərlər ki, qardaş gəlmir. Ona görə, yoxsa bilmədikləri öyrənib, Rəbbə bilib ibadət eləmək. Ona görə də kim ki bilib, Rəbbini ibadət eləməsə, elə insanların ən cahillərinin sifətindəndir. Necə ki, Süfyan rahimehullah onu vurğuladığı ki. Həmçinin qardaşlar, görün İmam Əhməd rahimehullah nə deyir? İmam Əhməd buyurur ki, elə bir hədis yazmadım ki, onu əməlləməyim. Elə bir hədis yazmadım ki, onu əməlləməyim. Hətta bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellemin o hədisini, Hicamə aid olan hədisini yazanda, öyrənəndə orada oxudum ki, Peyğəmbər sallallahu aleyhi ve sellem 1 dinar pul verir hicam edənə. 1 dinar. Mən də getdim, hicam elətdirdim və hicam edənə 1 dinar verdim. Yəni bu insanın bildiklərini əməl etməsi, yəni onda olan elmə əməl etməsi əməllə ucalır. Əməllə o yadda qalır və əməllə başqalarına fayda verir. Çünki əməl olmasa, başqalarına da fayda olmayacaq. Necə fayda olsun, o qəddət görünmür. Yalnız zahirə çıxdıqca, o elm, yalnız zahirə çıxdıqca fayda verir. Sənə və başqalarına. Sənə fayda verməsə, artıq
əcəhəlun nas. İnsanlarla cahiləcəm. Və sənə fayda vermirsə, ətrafındakılar da olur, insanlarla cahillər. Ona görə də bugün, başqa vaxt fərq etməz. Hər hansı bir vaxt həyatının, hər hansı bir vaxtında sənə Rəbbin sənə xeyri eşitməyi nəsib edibsə, əgər sən xeyri eşitməyi bacarırsansa və xeyri eşidənlərin ətrafındasansa, bu Allah Subhanahu wa Ta'ala'nın sənə olan bir lütfidir ki, Allah Ta'ala'nın sənə olan bir rəhmi, nemətidir ki, artıq sən onu əməl edəsən. Çünki Rəbbin istəyir ki, sən onu əməl edəsən. Daha doğrusu, onun elmi ilə onu əməl edəsən. Və əgər kim ki, Rəbbinin elminə əməl edirsə, görünür. Və görünürsə, artıq sənədir. Artıq sənə çox xeyirlər yazılır. Və sənin səbəbinlə əməl olunur. Məgər buradakı qardaşlarımızın hamı namaz qılır. Yəni o ilk kəs, onu gizlətsəydi nə olacaqdı? İlk kəs, hansı ki bilməm kimsə burada. Hansı ki o ilk kəs o namazı qılmasaydı, qəlbində iman olduğu halda, o elmi bildiyi halda, o namazı qılmasaydı, bugün burada nə qədər olur? Bugün burada nə qədər qardaş olur? Bax, bu elmin faydasıdır. Bugün elmə olan əməlin faydasıdır ki, biz burada xeyri eşidirik. Və biz burada Rəbbimizi kələməsin yığışa bilirik. Nəinki bugün? Hər dəfə. Və Abdurrahman ibn Mehdi rahimehullah buyurur ki, Sufyan el-Thawri rahimehullahdan belə bir qissanı rivayet edir. Sufyan deyərdi ki, mənə Muhammed sallallahu aleyhi ve sellemdən elə bir hədis çatmadı ki, mən onlar bircə dəfə də olsun əməlləməyim. Və ümumiyyətlə, hər bir müsəlmanın dərdi, fikri, düşüncəsi öz Rasulunun, Muhammed sallallahu aleyhi ve sellemin və onun gətirdiyi ən şərəfli kitabın, Rəbbinin kəlamı olan, Allah subhanahu wa ta'ala'nın kitabında olan kəlamdan elə bir ayə və yaxud da Allah Rasulunun dilindən, şərəfli dilindən çıxmış elə bir söz olmamalıdır ki, müsəlman ona əməl etməsin və onun qayəsi, onun məqsədi olmasın. Məqsəd olmalıdır. Məqsəd olmalıdır ki, hətta o ağır olsa da belə, məsələn, həcc etmək. Həcc etməyi ona görə fikirləşmə ki, etsəydim qurtarardım. Həcc etməyi ona görə fikirləşmə ki, pul var, eləmirəm, cəmaat deyəcək ki, bu hələ də həcc eləməyib. Sən onu düşünmə. Sən düşün ki, sən həcc et ki, Allah subhanahu wa ta'ala sənə əmr etdiyi şeyi sən artıq etmiş. Sən Rəbbin qarşısında onun tələbi ilə görünəsən. Və bu da bugün sələfin sifəti ilə, sələflərlə indiki gündəki bəzi naqis müsəlmanların sifəti. Sanki müsəlmanlar nəyisə bir şeyi sanki boyunlarına atırlar. Sanki nəyisə bir şeyi sanki boyunlarına atırlar. Məgər o boynunu atmaq üçündür. Məgər sənin Rəbbin ona ehtiyacı var idimi ki, sən o əməli eləyəsən, sənin Rəbbin ucalsın? Əbədən, heç vaxt. Sənin Rəbbin olsun deyil. Sənin Rəbbin olsun, sənə o cür əmr etmədi axı. Məgər Muhammed sallallahu aleyhi ve sellem o şeylərin üzərində sənin bugün yaşadığın kimi yaşadı mı? Xeyr. Məqsəd, sənin o şeydən canını qurtarmağın deyil. Məqsəd, o şeyi sənin Rəbbin üçün etməyindir. Və buradadır fayda. Və əməlin, səndə olan elmdə olan əməlin faydası artıq burada zuhur edir ki, sən Rəbbivə bildiyin, hər şeyi təbii ki, daim etmək olmaz. Məsələn, gündə 5 vaxt namaz daimi qılmaq olur. Ramazanda daimi 30 gün onu tutmaq olur. Sonra Ramazandan başqa 6 gün və s. Amma elə əməllər var ki, biraz ağırdır, çətindir. Və əməllərdən sənin nəsibin var. Sənə güc, qüvvət verildiyi halda sən onları edə bilirsən. Və bu da sənin üçün şərəf. Və bu da sənin üçün şərəf ki, öz dinində səhih olaraq gələn əməlləri ən azı bircə dəfə. Və sənə də qayəm bu olmalıdır. Ən azı bircə dəfə. Ona görə yox ki, canını qutarsın. Ona görə yox ki, mən də bunu elədim. Ya, xeyr. Ona görə yox, ona görə ki, sənin Rəbbinin sözünə ehtiram olaraq, hörmət olaraq, sənin Rəbbinin kəlamı yerinə yetirilsin deyə. Və necə ki, Sufyan rahimehullahın da həmmi qəsdi məqsədləri bu idi. Ona görə yox canını qutarsın. Və Əbu Dərdə radiyallahu anhu əzəmətli bir kəlməni bizə öyrədəcəkdir. Və buyurur ki, ən şiddətli qorxduğum şey odur ki, sahabə idi radiyallahu anhu,
ən şiddətli qorxduğum şey odur ki, mənim Rəbbimlə görüşəndə, yəni qiyamət günü, Rəbbimin qarşısında dayananda, Rəbbim mənə deyilsin ki, artıq öyrəndin. Dünyada artıq öyrəndin. Bəs nə etdin? Qardaşlar, diqqət yetirsəz, ola bilsin ki, Rəbbin sənə desin ki, öyrənmişdin, bilirdin. Amma əməl olmadığı təqdirdə o bilmək heç bir fayda verməyəcək. Mücərrad bilmək. Hə, ya bugün nə qədər namaz bilənlər var? Və ya oruç tutmağı bilənlər var. Edirlər, fayda verir. Və bugün sən ey qardaş, bugün sənin bilməyin, sənin Rəbbimin qarşısında dayananda heç bir olmayacaq, tək olacaqsan. Nə malın, nə mülkün, nə ticarətin, nə kimsən, nə kimi olsan, bir şey qamət demişdir. Heç birinci faydası olmayacaq. O şeyin faydası olsa, verilən sualı olacaq ki, və necə ki, Əbu Dərdə radiyallahu anh buyurur ki, elə qorxduğum da budur ki, nə əmrlərin? Və o soruşulacaq. Əgər bilib gizlətdiyinsə və əməl etmədiyin səbəs necə? Və bundan da müsibətlisi və bundan da şərlisi də qarşılıqdır ki, bilmədiyi halda bəs əməl etmək necə? Və bu isə başqa bir müsibətdir. Özünü bilən kimi göstərmək, olmayan şeyi göstərmək. Hələ bilənin gizlətməsi, belə desən, bilənin gizlətməsi onun bu cür müsibətə salırsa, Rəbbin sahabə idi radiyallahu anhum, Əhl-i Sünnənin etiqadına bütün sahabələr cənnətə girəcəklər. Səhih etiqad odur ki, ən doğrusu odur ki, bütün sahabələr cənnətə girəcəklər. Heç bir sahabə, Allah Resulü Muhammed sallallahu heç bir sahabəsi cəhənnəmə girməyəcək. Hətta nə qədər sahabələr var ki, adları belə zikr olmuyor. Heç nə qədər sahabələr var ki, Allah Resulü bir dəfə görüblər, iki dəfə görüblər, bir dəfə görüşüblər və s. Yəni, sahabələr ki, hamının gözünün qabağına yalnız mötəbər sahabələr gəlir. Əbu Bakır, Ömər, Osman, Ali ibn Əbi Talib radiyallahu anh və s. Amma nə qədər sahabələr var ki, Allah Resulü'nün bu qədər vaxtları keçməyib baxır. Amma onlar üçün bir şərəf idik. Şərəf olaraq kifayət edərdi ki, və Allah subhanahu wa ta'ala onların öz Rasulunu, öz kəlamının daşıyanı göstərməsi, onlar üçün həm bir şəfayət idi, qısa fayda olaraq. Və Allah Əhl-i Sünnənin etiqadı ki, bütün sahabələr cənnətə girəcəklər. Səhih olan etiqad budur. Və Səhl ibn Abdullah rahimehullah buyurur ki, elm, insanın dinini öyrənməsi dünya ləzzətlərindən bir ləzzətdir. Düz bəlkə qəlbə gələ bilər. Artıq indi elmdən ləzzət almaq bəlkə də azalır. Oxumaq, kitab, uçqar, kağızlar, düz təəssüf olsun ki, azalır. Amma vaxt var deyil ki, insan kitab oxumaqdan həzz alırdı, ləzzət alırdı. Hətta düşünürdü ki, o kitabın sonu necə olacaq. Amma indi deyil, görürsünüz. Bəşər buyurur ki, elm dünya ləzzətlərindən bir ləzzətdir. Nə zaman ki, əməl olursa, ahirətin ləzzətlərindən bir ləzzətə çevrilir. Gördüyünüz kimi, qardaşlar, ahirətdə sənə alacağın, yəni Rəbbin qarşısında duracağın, alacağın həzz və bu dünyada alacağın həzz ikisi eyni deyil. Amma ikisi birbirine bağlıdır. Əgər ikisi birbirine bağlı olan bir şey cəm olmazsa, aralarındakı rabitə qırılmazsa, artıq onda fayda verəcək. Həm bu dünyada ləzzət olaraq davamiyyətli qalacaq, həm də Rəbbin qatında həzz olaraq, ləzzət olaraq davamiyyətli qalacaq. Necə də həzz olmasın və ləzzət olmasın ki, sən bağışlanacaqsın. O əməllərin səbəbi ilə, o bildiklərinin səbəbi ilə. Sənə deyillah namaz bil, sənə səcdədə qalmaq, sənə nafilələr, sənə deyil namazları deyillah. Sən onlara eşidirdin axı. Bu elm deyilmədir. Rəbbin öz kitabında deyir ki, o kəslər ki, sübh çağından əvvəl və bil əshədihim estəğfirun. Sübh çağından biraz əvvəl Rəbbini istiğfar edərlər. Məgər bu elm sənə çatmadı? Məgər sənə elmin çatmağı, sən nəyi düşünmək istəyirdin? Məgər Rəbbin kitabından ayələr sənə çatmadı və çatmayan yeganə bir şey, sən artıq olaraq əməl etməyin olur. Əməl etdiyin təqdirdə artıq onlar sənə fayda verəcək. Amma əməl etmədiyin təqdirdə artıq o eşitdiklərin bir həzz olaraq dünyada qalacaq və sənə faydası olmayacaq. Və Səhl rahimehullah buyurur ki,
insan elminin şükrü əməllədir. Bəs əməlin şükrü isə elmin artmasıyladır. Əməlin şükrü isə elmin artmasıyladır. Çünki insan əməl etdikcə elminə şükr etmiş olur və əməli çoxaldıqca da elmin artmış olur. Hətta bu dünyada belədir. İşlədiyi zərərlər çoxalır. İşləməsən çoxalar? Çoxalmaz. Tənbəl olsan çoxalmaz. Çoxalmaz. Hələ bu dünyadır. Niyə mühazirənin əvvəldə dediyim kimi, bəşər bir bəşərin olsun. Bəşər sən onu vermir. Səni göstərməsən, olmayacaq. Və sənin dinin, və sənin Rəbbin də istəyir ki, sən ona ibadət edəyəsən. Və zaten o qayə, o məqsəd də o idi ki, Rəbbin sən onun üçün yaratmışdı. Bu dünya sənin üçün, bizim üçün sadəcə olaraq bir başımız qarışsın deyədir. İnsan öz övladlarından həzz alır, baxırsan, sevinirsən, qardaşlarıyla görüşür, aralarında mehribanlıq olur, məscidə gəlirsən, gedirsən. Bunlar hamısı dünyavi nemətlər nə üçündür? Sən qəlbin rahat olsun. Sözün necə yaxşı böləsində, başın xeyirlərlə biraz qarışsın. Amma məqsəd bu deyirlər. Məqsəd sənin Rəbbə səcdə eləməyin. Məqsəd sənin Rəbbə ibadət eləməyin. O ibadət elmdən olur. Və o ibadət artdıqca da elm artır. Yəni başqa şeylər öyrənəcəksən. Dində bilmədikləri öyrənəcəksən. Və Şeyx İbn Teymiyyə rahimehullah buyurur ki, kim ki bilmədiyi bir şeyə və yaxud da bildiyi bir şeyə fərq etməz. İstər bildiyi bir şey, istər öyrəndiyi bir şey əməl edərsə, Allah subhanahu wa ta'ala onu bilmədiklərini öyrətməklə onunla miras edər. Miras nədir? Sənə vərəsəlikdən çatan, sənin öz haqqın və sənin haqqındandır ki, sən əməl etdikcə Rəbbin sənə onu öyrətsin. Sənə Rəbbin adildir. Ola bilər ki, dünyadakı olan ticarətində sənlə bir yerdə iş görər, sənə zülm eləsin. Qovsun, hə? Olur. Yalan danışırlar, sənə ticarət, bazar. Yalandan çox. Ola bilsin ki, sən yaxşı işləyəsən, çalışırsan, amma sən neynəsinlər? Açsınlar. Uduzasan. Amma Rəbbin eləyirlər. Sənin Rəbbin zalim deyirlər. Sənin Rəbbin ədalətlərdən üstünüdür. Sənin Rəbbin ədaləti əmr edəndir. Amma eləməz axı. Əksinə, sən əməl etdikcə, o sənə bilmədikləri öyrədəcək. Bu da sənin Rəbbin ədalətindəndir ki, bilmədikləri sənə öyrədəcək. Və son olaraq, Süfyan el-Thawri rahimehullahın sözündən bitirmək istəyirəm danışır bu mühazirəmizi. Süfyan el-Thawri rahimehullah buyurur ki, elmi 4 qismə bölünür. Elm 4 qismdən ibarətdir. Ən birincisi, susaraq dinləmək. As-samat. Susaraq dinləmək. İkincisi, dinləmək, onu əzbərləmək. Üçüncüsü, ona əməl etmək. Dördüncüsü isə əməl etdiyin şeyi dəvət etmək, onu yaymaq. Diqqət etdirsə, qardaşlar, bir insanın əməl etməsi üçün neçə mərhələdən sonra əməl baş verir? Artıq 4-cü mərhələdə. İnsan əvvəla tam bilməlidir. Sonra o bildiyi şeyi yəqinləşdirməlidir. O yəqinləşdirdiyi şeyə əməl etməlidir. Və əməl etdikdən sonra da onu yaymalıdır. Nəyə görə qardaşlar? Çünki insan belə yaradılır. İnsanın fitrətindəndir ki, kimsə sənə, hətta dünyada məsələlərdə belə olsun, nəyə öyrətmək istəsə, baxacaqsan. Əgər o dediyi şeylənmirsə, götürməyəcəksən. İnsanın fitrəti budur. Və Allah subhanahu wa ta'ala da insanın fitrətini bildiyinə görə ona əməl etməyi vacib edir. Ki, əməl etsin ki, onun dediyində fayda olsun. Çünki onun danışdığı, onun əmr etdiyi bəşərin söz deyil axı. Onun əmr etdiyi Rəbbin sözüdür. Rəbbin sözü yerə düşməsin. Rəbbin sözü mötəbər və yüksək qalsın deyə onu deyən əməl etsin ki, sonra onu yaya bilsin.
Və Məmzuh Rəhiməhullah buyurur ki, elmdə bəlalar var. İnsan öyrənir, bilir. Elhamdülillah. Və sonra da bəla necə ola bilər? İnsan Rəbbini tanıdıqca bəla ola bilər. Bəli. Və buyurur ki, və elmdə olan bəlaların da ən üstünü insanın bildiklərini əməl etməməsidir, üzr istəyirəm. Və bildiklərini əməl etməməsiylə də başqa şeylərin ondan getməsidir. Və nə qədər? Və nə qədər insanların dinində naqis olmaqlarının əsas səbəblərindən, əsas göstəricilərindən də biri odur ki, qardaşlar, onlar bildiklərini əməl etmədiyi təqdirdə başqa bildikləri olan əllərindən getdi. Çünki bu din, bu əməl dediyimiz şey, Allah subhanahu wa ta'ala sənə olan müvəffəqiyyətidir. O Rəbbin izni ilə. O təkcə sənin cühdün deyil, yəni sənin səy göstərməyin deyil. Əgər təkcə sənin səy göstərməyinlə, yəni sənin çalışmağınla olsaydı, uğur deyilən bir şey olmaz zaten. Bu söz, bu kəlmə olmaz İslam dinin içində. Amma tevfiq, yəni uğur, dedi ki Allah dostum, amma tevfiq illə billah. Uğur yalnız mənə Rəbbimdəndir. Allahın uğuru olmasa və Allah subhanahu wa ta'ala əgər sənə uğuru, yəni o əməl etmək uğurunu bəxş edibsə və sən onu tərk edirsənsə, başqaları başqa bölgələrə gedəcəklər. Adi fikir verin. Baxın, nə qədər qardaşlarda gedən əməllər tərk etdiyinə görə başqa şeylər necə düşür? Bir gün saqqalı, bir gün isbalı, bir gün ailəsinin hicabı, bir gün və sonuncu gündə ölümü. Ona görə də gərək o bir günlər sənə əleyhivə olmamışdan qabaq, sən o bir günlərdən uzaqlaş. Çünki o bir günlər gələcək. Səndən qabaqçilərdə gəlib. Çünki şeytan həməndir. Bir dənədir. O vəsvəsəsində ikiyüzlü deyil. Belə ikiyüzlüdür. Vəsvəsəsində, qayəsində, çatmaq istədiyi məqsəddə ikiyüzlü deyil. O yalnız bir şey üçün çalışır. Və bir şey üçün çalışdığına görə də yalnızca məhv edilməyə bacarır. Yəni, insanları Rəbbindən uzaqlaşdırmaq. Yalnız o kəslərdən ki, onlar ixlaslıdırlar. Və ixlas da ağırdır. Ora çatmaq ağırdır. Çətindir. Amma çatana müjdələr olsun. Amma ora çatmaq istəyənə də həmçinin sən çatmaq istə. Sən çatmaq istədikcə müvəffəq olacaqsın. Əgər çatsan, elhamdülillah, sənin əlindən görə nə qədər insanlar hidayətə gələcəklər. Sənin əlindən görə nə qədər insanlar xeyrə satacaqlar. Amma hamısı qardaşlar harada dayanır? Əməl. Oxuduğumuz bəzi sələflər çox az deyil təbii ki. Az da olsa hamısının sonu harada dayanır qardaşlar? Əməl. Sən gözləmə kitablar. Sən gözləmə ki, hər gün alim gələcək bura, hər gün elm tələbələri gələcəklər. Düzdür, gəlsələr elhamdülillah yaxşı olar. Amma sən onu təkcə gözləmə. Məgər sənin bildikləri. Məgər sənin bildikləri, məgər uğur, müvəffəqiyyət əməllə deyil. Yoxsa sən elə düşünürsən ki, sənə uğuru verən elmi danışanlardır? Yox. Sadəcə bir tədkirdir. Və innə zikra tənfə'ül müminin. Həqiqətən də xatırlatmaq möminlərə fayda verir. Əgər qəlbində iman varsa, əgər sən möminlərdənsənsə. Əgər möminlərdən deyilsənsə, necə girmişdinsə, elə də çıxacaqsan. Girdiyin halda necə cahil idinsə, sonra da həmən cahil olaraq qalacaqsan. Səndə dəyişən son olmayacaq. Ona görə səni dəyişdirəcək yeganə şeylərdən biri, təbii ki, Allahın müvəffəqiyyəti və ixlasdan sonra sənin o bildiklərdən əməl etməyindir. Nə qədər əməl güclənirsən, nə qədər əməl səndə sabit olarsa, artıq o bildiklərindən sənə fayda verəcək və ətrafına da fayda verəcək. Həmcə Allah bilir. Və subhanəkallahum bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfirukallahu və etûbu ileyk. Buyurun.